azlığı var və bunun sayəsində get-gedə bir çox orqanlarda artıq funksiyalarını dayandırmağa başlayırlar, işləməməyə başlayırlar. Amma bu dediyim proses bir neçə dəqiqə içərisində bədəndə həyata keçir. Hüceyrələrim get-gedə parçalandığı üçün hüceyrələrin içərisindəki kalium artıq çölə çıxır. Bu isə qanda kaliumun qalxmasına və ürəyin ritminin pozulmasına səbəb olur. Artıq ürəyim də normal işləmir. Özü istədiyi kimi fərqli ritmlərdə atmağa başlayır. Digər tərəfdən isə qanımda olan trombositlər, yəni qan laxtalanmasında iştirak edən hüceyrələr də bu proseslər nəticəsində aktivləşməyə başlayır. Amma bu normal aktivləşmə deyil. Əvvəla dəli kimi bu qan trombositlər bir-birlərinə yapışmağa başlayırlar. Bu mexanizm artıq damarlarda get-gedə çoxalan miqdarda trombların əmələ gəlməsinə səbəb olur və bu tromblar gedir yenə də öz növbəsində ürəkləri istəyən qanla gedirlər fərqli yerə, müxtəlif orqanlara gedirlər. Əsas qidalandırıcı damarları tuta bilərlər